Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Aydınların vəzifəsi həqiqətləri xalqın önünə qoymaqdır. Bir toplumun gələcəyi yalnız saraylarda ya da parlamanlarda deyil. Sınıflarda, amfilərdə və gənc insanların zehnində şəkillənir. İqtidarlar bu üzdən universitetlərdən və ya danışgahlardan ya bilim yurtlarından qorxar. Çünki universitet yalnız bilgi üreten bir yer deyil. Universitet insanların özlərinə öyrədilən dünyanı sorğulamağa başladığı yerdir. Bir cavan və ya bir gənc özünə anlatılan tarixlə yaşadığı gerçəklik arasındakı fərqi gördüyü zaman artıq yalnız öğrenci olaraq qalmaz. Dünyanın bütün ölkələrində universitetlər fəqət bir təhsil qurumu deyirlər. Dövlətin gələcəyi universitetlərdə şəkillənir. Müxalifətin dili də, səssizlik də, etiraz da. Bunların hamısının qaynağı universitet ola bilər. Bu yüzden otoriter rejimler ve diktator rejimler önce üniversiteleri kontrol altına almaya çalışırlar. Kitapları nezaret altına alırlar, klubları veya öğrenci uzaklarını sınırlandırırlar, öğrencileri fişlerler ve kampusları emniyet alanına çevirirler. Çünkü gənclik örgütlənməyə veya təşkilatlanmağa başladığı zaman yalnız bu günü deyil, sabahı da dəyişdirə bilər. İranda üniversiteler uzun illərdir ki, dövlətin ən həssas sahələrindən biri olubdur. Tehrandan Təbrizə qədər kampuslar və ya danışçılar fəqət akademik bir mərkəz olaraq görülməyib. Hər dönəm potansiyel bir siyasi alan olaraq dəyərləndirilib. Bu yüzden üniversiteler sürekli gözetim altında tutulubdur. Öğrenci uzakları denetilib və ya hər zaman nezaret altında olub. Yayınlar yasaklanıb, diller susturulmaya çalışılıbdır. Ama Güney Azərbaycanda məsələ daha dərindir. Çünkü burada öğrenci hərəkatı, siyaset ve kimlik məsələsinin içində böyüyübdür. Bir dilin baskı altında tutulduğu, bir milletin tarixinin yeniden yazıldığı, insanların öz keçmişine yabancılaştırdığı bir düzende. Güney Azərbaycanın istimar altında olduğu bir düzende. Üniversite koridorları zamanla bir başka məna qazanıbdır. Bir çox Güney Azərbaycanlı gənc üniversite uzaqlarında ilk dəfə öz millətinin tarixini eşidib. Öz dilində kitaplarla qarşılaşıb və ilk dəfə özünün yalnız olmadığının fərqinə varıbdır. Kampüslərdən başlayan kiçik mədəni hərgələr illər içində siyasi bilincə dönüşdü. Şeir gecələri toplantıya, kitap çevriləri təşkilatlanmaya və milli düşüncəyə dönüşdü. İrandakı bir çox öğrenci hərəkəti islahat istəyirdi. Güney Azərbaycandakı öğrenciler isə daha temel bir istek üçün adım atmağa başlayırdı. Azadlıq, ədalət və milli səadət yolunda faşizm və istimarla mübarizə. Bu məsələ Güney Azərbaycan öğrenci hərəkatını İrandakı digər hərəkətlərdən ayıran ən önəmli çizgilərdən biri oldu. Və May ayının 9'u ya İran təqvimi ilə Ordibehişt ayının 19'u bu tarixin sıradan bir öğrenci günü olarak görülməməsinin nedeni oldu. Çünkü o gün fəqət protestolar veya etirazlar yaşanmadı. O gün bir nəsl öz milli məsələsini ilk dəfə açıq biçimdə tərif etmeye başlamıştı. Mən Altay Urmulu, Araz News Radyosunda Azadlıq və Ədalət proqramını dinləyirsiniz. Dünyanın fərqli yerlərində öğrenci hərəkətləri bir-birinə bənzər görüntülər buraxır. Polis sirenləri, qaçan qalabalıqlar, qırılmış barikatlar, divarlara yazılmış qısa cümlələr, amma hər hərəkətin içində başqa bir ruh vardır. Başqa bir yara və başqa bir nifrət. 1968-ci ildə Paris küçələri günlərcə durmadı.
Sorbonne Üniversitesi işgal edildi. Amfilər tartışma salonuna dönüşdü. Minlərcə gənc savaş sonrası qurulan düzənin qarşısına keçdi. Fransada məsələ fəqət hökumət deyildi. Gənclik özünə hazırlanmış həyatı rədd edirdi. Üniversitelər diplom paylayan məkanlar olmaqdan çıxmışdı artıq. Siyasət, fəlsəfə, sənət və xiyavan bir-birinə qarışmışdı. Parisin duvarlarında bu cümlə yazılırdı: İtaət etməyin. Bu iki kəlmə bir dönəmin ruhunu anlatmağa yetmişdi. Polis kampuslara girdi. Barikatlar quruldu. Yüzlərcə öğrenci gözaltına alındı. Amma o hərəkət fəqət Fransada qalmadı. Dünyanın bir çox yerində gənclik dövlətə, sistemə və dayatılmış kimliklərə qarşı daha sərt sorular sormağa başlamışdı. İllər sonra başqa bir şəhər, başqa bir nəsil. Bu dəfə Hong Kong. Kampuslar qaz altında qalırdı. Gənclər üzlərini maskalarla qapadırdı. Telefon ekranları örgütlənmə aracına dönüşmüşdü. Leyzer ışıqları, kameraları kör etmək üçün işlənirdi. Şəhrin xiyabanları ilə üniversitet arasında artıq sınır qalmamışdı. Öğrencilər geri çəkildikcə protestolar böyüyürdü. Baskı artdıqca hərəkət daha görünür hala gəlirdi. Hong Kongdakı gənclər özlərinə aid olan bir şəhərin dəyişməsini izləyirdilər. Bu yüzden mübarizələri aidiyyətlə ilgili idi və dünyanın başqa yerlərində olduğu kimi orada da ilk böyük çatışma üniversitelərdə başladı. Parisdə öğrencilər sistemi sorgulayırdı. Hong Kongda gənclər şəhərlərini savunurdu. Güney Azərbaycanda isə öğrencilər həm kimliklərini qorumağa çalışırdılar, həm dillərini, həm də gələcəklərini. İranda modern dövlət qurulduğu zaman ölkənin ən böyük məsələsi yalnız sınırlar deyildi. Əsl məsələ o sınırların içində yaşayan insanlarla necə bir toplum yaranmasıydı. 20. yüzyılın başından etibarən dövlətin mərkəzində duran fikir çox açıq və net idi. Tək dil, tək tarix, tək kimlik. Pəhləvi dönəmindən etibarən bu fikir daha sərt və sistemli bir hal tapmışdı. Yeni İran anlatısı inşa edildiği zaman ölkənin çox dilli və çox millətli yapısı geri planda qaldı. Fars mərkəzli bir tarix yazımı oluşturuldu. Mədrəsələrdə anlatılan İran ilə toplumun gerçək yapısı arasında ciddi bir fərq var idi. Təbrizdə, Urmuda, Ərdəbildə, Zəncanda, Həmədanda, Qəzvində, Qaşqar yurdunda və ya Türkmən səhrada bir uşaq öz millətin tarixini kitablarda görə bilmirdi. Türkçe danışırdı, amma təhsil dili başqa bir dildə idi. Evdə eşitdiyi dünya ilə mədrəsədə ona öyrətilən dünya arasında çox fərqlər var idi. Bu durum zamanla yalnız mədəni baskı olaraq görülmədi. Bir kimlik məsələsinə dönüşdü. Bu yapıya daxili istimar və ya iç sömürgəçilik deyilir. Yəni, mərkəz fəqət iqtisadiyyat deyil, bir millətin hafizəsini də kontrol etməyə başlayır. Hansı tarixin önemli olduğu, hansı dilin rəsmi qəbul edildiği, kimin mədəni, kimin geri qalmış sayıldığı, hamısı dövlətin qurduğu anlatının içindəydi. Üniversitelərdə bu düzənin önemli parçalarından biriydi. Dövlət kampusları teknik uzman yetirən alanlar olaraq görmək istəyirdi. Sadiq bürokratlar, sistemə bağlı elitlər və rəsmi ideolojini daşıyacaq yeni nəsillər. Bu yüzden təhsil sistemi fəqət bilgi axtarımı deyirdi. İnsanın özünü necə tanımlayacağını da belirlemeye çalışırdı. Bu çok önemli bir noktadır. Dil siyaseti mədəni bir tercih deyil, iqtidar məsələsidir. Çünkü insanın dili dəyişdiyində hafizəsi də dəyişməyə başlar. İrandakı Türk öğrenciler üçün üniversite illəri bu yüzden sıradan bir dönem olmadı. Bir çox gənc ilk dəfə burada yaşadığı çəlişkini açıq biçimdə fərq etdi. Dövlət hamınız eyni millətin parçasısınız deyildi. Amma gerçək həyat bambaşqaydı. Uşaqlar ana dillərini evlərində buraxıb məktəblərə gəlirdilər. Türkçə yayınlar ya yox idi ya da sürekli baskı altındaydı. Mədəni fəaliyyətlər əmniyyət məsələsi kimi görülürdü. Öğrenci uzaqları təqib edilirdi. İran yönetimi üçün məsələ fəqət müxalifət deyildi.
kontrol edilmeyen hafıza daha büyük bir risk idi. Bu yüzden üniversitelerde oluşan Türkçe çevreler, kitap grupları, medeni toplantılar ve şiir geceleri zamanla siyasi mana daşımağa başladı. Çünkü insanlar ilk defa oralarda özleri hakkında başkalarının yazdığı hikayeden çıkıp öz hikayelerini kurmağa çalışırdılar. Azərbaycan öğrenci hərəkatı kiçik çevrələrdə böyüdü. Bir yataqxanada əldən ələ dolaşan kitablarla, bir yoldaşın gətirdiyi yasaq bir dərgi ilə və ya türkçə yazılmış bir neçə şeir səfəsi ilə. Təbriz Üniversitesi bu dönüşümün mərkəzlərindən biri idi. Amma məsələ fəqət Təbrizlə sınırlı deyildi. Urmuda, Ərdəbildə, Zəncanda və Tehrandakı Azərbaycanlı öğrenciler arasında da benzer bir ruh oluşurdu. Birçok öğrenci üniversiteye geldiğinde özünü siyasi bir insan kimi görmürdü. Ama kampus veya danışçıda hayatı ilerledikçe insanın zihninde başka sorular oluşmaya başlayırdı. Neden öz dili, rəsmi veya təhsil dili deyirdi? Neden medrese kitaplarında Türklerin hakkında hiç danışılmırdı? Neden öz medeniyeti folklor seviyesine indirilirdi? Neden Türkçe danışmak bazı yerlerde hele de narahatlık yaradırdı? Yavaş yavaş bu sorulardan çevreler oluştu. Öğrenci dergileri çıkmaya başladı. Kiçik toplantılar düzenlendi. Türkçe şiir geceleri yapıldı. İnsanlar ilk defa özlerine benzeyen başka gənclərlə eyni masada oturdular. Bəziləri üçün qırılma anı çox bəsit idi. İlk dəfə bir Türkçe kitap görmək. Daha önce adını belə eşitmədiyi yazıçıları oxumaq. Öz tarixini, öz dilini başka qaynaqlardan öyrənmək. O ana qədər insan içindəki hissləri şəxsi bir his kimi düşünürdü. Sonra fərq etdi ki, eyni soruları soran minlərcə insan da vardır. Hərəkət də tam buradan şəkillənməyə başladı. Mədəni fəaliyyətlər zamanla başka bir şeye dönüştü. Şeir geceleri artık yalnız ədəbiyyatdan danışılan bir yer deyildi. Dərgilər yalnız mədəniyyət yayını olmaqdan çıxırdı. İnsanlar bir-birini tanımağa, bağ qurmağa və kiçik şəbəkələr oluşturmağa başlamışdılar. Dövlətin en çok narahat olduğu noktalardan da biri buydu. Çünkü örgütlənmə her zaman böyük şuarlarla başlamaz. Bəzən eyni kitabı okuyan insanlar arasında başlar. Babək qalası törenləri də bu dönemde öğrenci hərəkət üzərində ciddi etki bıraktı. Her il yüzlerce gənc farklı şəhərlərdən bir araya gelirdi. Bu toplantılar dövlətin gözündə əmniyyət məsələsi olarak görülürdü. Çünkü orada insanlar yalnız keçmişi anmırdı, bir-birini tanıyırdı, ortaq hafizə qururdu və bəlkə də ən önəmlisi qorxunun normal olmadığını görürdü. Güney Azərbaycanlı öğrenciler üçün üniversite illəri zamanla başka bir məna kazandı. Diplom veya mədrək almaq artıq hikayənin kiçik bir parçasıydı. Əsl dəyişim insanın içində olurdu. Bir çox gənc üniversiteye geldiğinde kim olduğunu tam tərif edə bilmirdi. Amma məzun olduğunda hansı millətin parçası olduğunu, hansı dilin baskı altında tutulduğunu və nədən bu barizənin gərəkli olduğunu çox açıq və net görürdü. ...1995-ci il İran təqvimi ilə 1374. Tehranda dövlət televizyonuna bağlı bir araştırma mərkəzi ölkə genəlində bir anket yayımladı. Soruların hədəfində türklər var idi. Aşağılayıcı ifadələr, ırqçı imalar, türk kimliyini küçümsəyən yanaşma. Bu olay ilk dəfə deyildi. Amma bu dəfə fərqli ittifaqlar düşdü. Üniversitelərdə illərdir yığışan nifrət artıq səssiz qalmadı. Təbrizdə öğrenciler hərəkətlənməyə başladı. Sonra Urmu, ardından Tehrandakı Azərbaycanlı öğrenciler. Kampüslərdə bildiriler yayıldı.
toplantılar yapıldı. Kiçik qruplar sürətlə bir-birlərinə bağlandılar. O günlərdə bir çox insan ilk dəfə açıq bir şəkildə bunu fərq etdi. Sorun bir neçə tohin və ya bir neçə həqarət cümləsindən ibarət deyildi. Məsələ daha dərindir. Dil, təmsil, kimlik və görünməz halə gətirilməyə çalışan bir millətin hafizəsi. 9 May ya Ordu-5 ayının 19-u. Bu tarixin Güney Azərbaycan öyrənci hərəkatında özəl yer edinməsinin nədəni tam buydu. Çünki o gün Güney Azərbaycanlı öyrəncilər özlərini və millətlərini tərif etməyə başladılar. İrandakı öyrənci hərəkətlərinin önəmli bir qismi o illərdə daha çox siyasi reform, basın özgürlüyü və sistem içi dəyişim mətləbləri ətrafında şəkillənirdi. Azərbaycanlı öyrəncilərin gündəmində isə başqa bir başlıq var idi. Onlar Azərbaycanın və türklərin nədən daxili istimar altında olduğunu, öz dillərinin nədən təhsil dili və rəsmi dili olmadığını sorurdular. Öz tarixlərinin nədən rəsmi anlatının eşiğində gördüklərini tartışırdılar. Assimilasyonun nədən hələ də sürdüyünü danışırdılar. Bu yüzden Güney Azərbaycan öyrənci hərəkatı İrandakı genel öyrənci sizgisindən gedərək ayrılmağa başladı. Burada məsələ fəqət hökumət deyildi, mərkəziləşmiş kimlik anlayışı idi. İtirazlar böyüdükçe baskı da arttı. Gözaltına alınmalar başlandı. Öğrenciler sorguya çağrıldı. Kampüslərdə əmniyyət varlığı yoğunlaşdı. Bəzi dərgilər qapadıldı, fəaliyyətlər yasaklandı. Amma dövlətin görmək istəmədiyi bir şey vardı. Bu hərəkət artıq dağınıq deyildi. İnsanlar bir-birini tanıyırdı. Ortaq dil oluşurdu, ortaq hafizə qurulurdu. Və ən önəmlisi, Azərbaycanlı öğrenciler ilk dəfə özlərini yalnız mədəni çevrənin parçası olaraq deyil, siyasi özne olarak görmeye başlayırdılar. Bu dəyişim hərəkətin bütün karakterini etkilədi. Çünkü insan öz məsələsini doğru tərif etdiyi anda dəyişər. 19 Ordu-5'in buraxdığı ən böyük etki də buydu. O gün Güney Azərbaycandakı bir çox gənc üçün üniversite artıq başqa bir məna daşıyırdı. Kampüslər yalnız təhsil alanı deyildi, artıq bir millətin gələcəyinin tartışıldığı yerlərə dönüşürdü. Bir millət özü haqqında düşünməyə başladığında artıq əski halına dönməz. Güney Azərbaycan öyrənci hərəkətinin də buraxdığı ən böyük etki burada yatır. Bugün Təbrizdə, Urmuda, Ərdəbildə, Zəncanda, Həmədanda, Qəzvində, Tehranda və dünyanın fərqli ölkələrində yaşayan Azərbaycanlı gənclər arasında hələ də o hafizənin izləri var. Bəziləri üniversite sıralarından ayrıldı, bəziləri sürgün yaşadı, bəziləri tutuklandı, amma hərəkət tamamen yox olmadı. Çünki məsələ bəlirli bir dönemdən daha böyük idi. Ortaya çıxan şey bir nəslin öz xalqına fərqli gözlə baxmağa başlaması idi. Azərbaycan öyrənci hərəkatı bu gün də yaşamağa davam edir. Güney Azərbaycanın içində, eşiğində, yeni şərtlərin içində yeni yöntemlərlə və bu hərəkat Azərbaycan milli hərəkatının ayrılmaz parçalarından biri olmağı sürdürür. Çünki üniversitelərdə yetişən gənclər milli hərəkətin düşünsel damarlarını oluştururlar. Bir çox insan üçün öyrənci illəri mübarizənin başlanğıcı idi. Amma məsələ üniversite illəri ilə sınırlı qalmadı. Bu çevrələrdə yetişən gənclərin önəmli bir qismi məzuniyyət sonrası da fəaliyyətlərini sürdürdülər. Yayınlarda, mədəni çalışmalarda, sivil və ya mədəni yapılarda və milli təşkilatlanmalarda. Çünki tarix göstərib ki, örgütlü hafizə olmadan
uzun mübarizə yürütmək rahat deyil. Bu nedenle Güney Azerbaycan'daki birçok milli çevrə öğrenci hərəkatına her zaman özel önem veribdir. Azerbaycan Milli Direniş Təşkilatı da quruluşundan etibarən öğrenci ve gənclik çalışmalarını hərəkətin temel sahələrindən biri olarak görübdür. Üniversitelərdə fəaliyyət göstərən gənclik və öğrenci komitələri oluşturulubdur. Bu çevrələr fərqli dönemlerde baskılarla karşılaşsalar da fəaliyyətlərini və örgütlənmə çalışmalarını sürdürməyə davam etdilər. Azerbaycan öğrenci hərəkatının İrandakı umumi öğrenci hərəkətindən ayrıldığı en önemli noktalardan da biri burada ortaya çıxır. İran genelinde tanınan rəsmi öğrenci günü Azerbaycanlı öğrencilerin hafızasında eyni mənanı daşımır. Çünkü İrandakı mərkəzi öğrenci hərəkətlərinin önemli bölümü Fars olmayan millətlərin temel məsələləri qarşısında uzun illər səssiz qalıb. Ana dili haqqı, mədəni baskılar, istimar məsələsi, asimilasyon siyasətləri, Türk kimliyinə yönelik aşağılamalar və Urmu gölü fəlakəti kimi başqa məsələlər. Bu durum əslində İrandakı temel qırılmanı da göstərir. Çünkü İran tək millətli bir toplum deyil. Fərqli millətlərdən oluşan çox qatmanlı bir yapıya sahibdir. Amma siyasi mərkəz uzun süre bunu qəbul etmək istəməyib. Və bu baxış açısı yalnız iktidarla sınırlı qalmayıbdır. Özünü müxalif olarak tanımlayan bəzi çevrələr də Pəhləvi döneminden miras kalan mərkəzçi və üstünlükçü anlayışı davam etdiriblər. Bu yüzden de Azerbaycan öğrenci hərəkatı zamanla öz siyasi xəttini daha net bir şekilde çəkməyə başladı. Çünkü burada mesele fəqət rejim dəyişilməsi deyil. İnsanlar bərabərlik istəyir, öz diliyle yaşamaq istəyir, öz kimliyiyle görünür olmaq, var olmaq istəyir və bəlkə də bu hərəkətin en diqqət çəkici tərəflərindən də biri bu idi. Azerbaycanlı öğrenciler öz haqlarını savunduqları zaman başqa millətlərin də haqlarını danışırlar. Faşizmə qarşı çıxan bu çizgi yalnız Azerbaycan üçün deyil, İrandakı bütün millətlərin bərabərliyi üçün söz və söyləm üretir. Bu yüzden Azerbaycan milli hərəkəti yalnız etnik reflekslə açıqlana biləcək bir yapı olmayıb və olmayacaqdır da. Ordibehişt ayının 19'u Azerbaycan Türk millətinin öz səsiyle danışmağa başladığı günlərdən biridir. Ordibehişt ayının 19'unda Azadlıq və Ədalətin bu bölümündə Ordibehiştin 19'undan Güney Azerbaycan öğrenci hərəkətinin hafizəsini danışdıq. Bir sonraki bölümdə yenidən görüşmək üzere. Mən Altay Urmunu, Araz News Radyosunda Azadlıq və Ədalət programını dinlediniz. Öğrenci günümüz kutlu olsun. Çox səsliliyin səsi Araz News Radiosunu dinləyirsiniz.